İzləyicilər, demək Bəqərə surəsinin morfoloji və sintaktik təhlilini inşallah 9-cu ayədən davam etdiririk. Bismillahirrahmanirrahim. Rəhman və Rəhim Allahın adı ilə. Yuxadi'unallaha vəllezine amanu. Mənası belə olar ki, Allahı və möminləri aldatmağa çalışarlar. Burada yuxadi'una demək ki, indiki gələcək zaman feilidir. Feilin fa'ələ babındadır. Yəni, feilin 3-cü babındadır və indiki gələcək zamandadır və cəmdədir. Demək, feilin 3-cü şəxsinin cəmində və kişi cinsindədir. Feilin kök hərfləri isə xa, dəl və adən ibarətdir. Ayn hərfindən ibarətdir. Allahə. Demək, burada Allahə sözü, yəni Allahı məf'ulun bihdir. Yəni, vasitəsiz tamamlıqdır. Bu, xadəğa feilinin təsirli olmağına görədir ki, Allah kəlməsini təsirli halına saldı və bu da vasitəsiz tamamlıq rolunda çıxış edəcək. Vəllezine əmənu və burada bağlayıcıdır. Əlləzinə kimsələri mə'tufdur, yəni vava bağlılığı var. Əlləzinə özü isə nədir? Nisbi əvəzlikdir. Demək, kişi cinsindədir və cəmdədir. Əmənu hərfi tərcümə iman edənlər deməkdir, iman etdilər deməkdir. Yəni, burada söz möminlərdən söhbət keçir. Yəni, əlləzinə əmənu, o kəslər ki, iman gətirdilər, yəni möminlər. Əmənu feildir, demək, keçmiş zamandadır, 3-cü şəxsdədir və cəmdədir və kişi cinsindədir. Və mə yəxtəğunə illə ənfusəhum. Və mə yəşxurun. Demək, burada deyir ki, və mə yaxtağunə illə ənfusəhum və mə yəşxurun. Demək, özlərini aldadarlar. Özlərindən başqa heç kimi aldatmazlar. Və mə yəşxurun. Onlar bunu nədir? Fərqində olmazlar. Demək, burada indi gəlib baxaq görək. Və bağlayıcıdır. Mə yaxtağunə mənası, halbuki onlar aldatmırlar. Demək, burada mə, demək, nəfi hal deyirlər buna. Yaxtəğunə, demək, xadəğa feilindəndir. 3-cü şəxsdədir, kişi cinsindədir və cəmdədir. İllə başqasını, buna istisna ədatı deyirlər. Ənfusəhum, demək, özlərini, buna müstəsna deyirlər. Çünki istisnadan sonra gəlir, istisna ədatından sonra gəlir. Buna deyirlər müstəsna. Və bu, ənfusə və humdan ibarətdir. Bu da izafət birləşməsidir. İzafətin birinci tərəfi, yəni təyinlənən tərəfi ənfusə, təyini isə nədir? Humdur. Və məf'uldur, yəni vasitəsiz tamamlıqdır. Niyə görə vasitəsiz tamamlıqdır? Çünki ənfusə, bax burada nədir? Təsirli halındadır. Niyə görə təsirli halındadır? O, feilin təsirindən, demək, təsirli halındadır. Və mə yəşxurunə və ətfdir, bağlayıcıdır. Mə yəşxurunə, mə nəfiyə hal, yəni burada mə inkar ədatı. Və yəşxurunə isə feilin indiki gələcək zamandır. Şə'ərə feilindən əmələ gəlib. Demək, 3-cü şəxsdədir və kişi cinsində və cəmdədir. 9. Keçək 10-cu ayəyə. Fi qulubihim məradun. Onların qəlblərində xəstəlik vardır. Demək, burada fi qulubihim, buna deyirlər müqəddəm xəbər, yəni önə keçmiş xəbər, xəbər öndə gəlib. Adətən ərəb dilində çox hallarda mübtəda əvvəl gəlir, lakin burada xəbər öndə gəlib. Məradun, xəstəlik, mübtəda müəxxər, yəni sonda gələn nədir? Mübtədadır.
Fi qulubihimin tərkibi isə nədən ibarətdir? Fi ön qoşma, qulubi demək izafət birləşməsinin birinci tərəfidir, yəni təyinlənən tərəfidir. Him isə nədir? Təyindir. Sonra fəzədəhumullahu mərada. Demək Allah onların xəstəliklərini artırmışdır. Burada fə bağlayıcı, zədə demək feildir. Hum isə demək feilin vasitəsiz tamamlığıdır. Demək ət fərfi, yəni burada bağlayıcı, zədə keçmiş zaman feili, mazi feil və üstəgəl məf'ul, yəni hum onun nədir? Vasitəsiz tamamlığıdır. Feillərlə işlədilən demək olar ki, bütün bitişən əvəzliklər feil üçün vasitəsiz tamamlıq sayılır. Allahu, Allah da demək faildir. Demək, xüsusi isimlə ifadə olunub, adlıq halındadır. Mərada xəstəliklərini ikinci məf'uldur, yəni ikinci vasitəsiz tamamlıq. Birinci vasitəsiz tamamlıq hum oldu, ikinci vasitəsiz tamamlıq isə nə oldu? Məradan, bax, məradan kəlməsi oldu. Və bağlayıcı, ləhum, onlar üçün vardır. Və ləhum, indi baxaq sonrasına. Və ləhum azəbun əlimun bimə kənu yəkzibun. Demək, onlar yalan təksib etdiklərinə görə o ağırlı bir nədir? Əzab vardır. Demək, indi baxırıq əvvələ və ləhuma baxaq. Və ləhum və bağlayıcıdır. Ləhum dediyimiz kimi li ön qoşması və hum demək ki, bitişən əvəzliyindən ibarətdir. Xəbər müqəddəmdir, yəni önə keçmiş xəbərdir. Yəni onlar üçün vardır, nədir? Dırdır. Bax, burada bu xəbər şəkilçisidir. Demək, bu li və hum demək, li ön qoşması və hum bitişən əvəzliyindən ibarətdir və önə keçmiş xəbərdir. İndi keçək növbəti sətrə. Azəbun, bir əzab, mübtəda müəxxərdir. Yəni, sonda gələn mübtədadır. Azəbun, demək, özü isimdir. Demək, mübtədadır. Burada əlimun isə nədir? Sifətdir. Azəbun əlimun isə demək, uzlaşan təyini söz birləşməsidir. Uzlaşan təyini söz birləşməsi ərəb dilində cinsə, hala, kəmiyyətə, müəyyənlik və qeyri-müəyyənliyə görə bir-biri ilə 4 parametrdə nədir? Uzlaşmalıdır. Burada baxaq, azəbun isimdir, əlimun isə sifətdir. Baxaq, cins, kişi cinsi, bu da kişi cinsidir. Hal, bu da adlı haldadır, bu da adlı haldadır. Müəyyənlik və qeyri-müəyyənlik. Azəbun da qeyri-müəyyənlikdədir, əlimun da qeyri-müəyyənlikdədir. Azəbun da təkdədir, əlimun isə təkdədir. Demək, bütün 4 parametrlər burada özünü nedədir? Gözlədir. Bimə, səbəbi ilə hərfi tərcüməsi. Bi, demək, bidən və car və məcrurdan ibarətdir. Yəni, bi ön qoşmasından və yəlik halını qəbul edən nitq hissəsindən ibarətdir. Bu da mədir. Demək, mə üçün isə məstər hərfi və ya nisbə əvəzlik adı da verilmişdir. Kənu, oldular deməkdir. Buna köməkçi demək, feil də ərəb dilində deyilir. Kökü isə kəvanədir. Kəf, vav və nundan ibarətdir. Yəkzibunə, yalan söyləyirlər. Kənənin xəbəridir. Kənənin bu xəbəridir. Nə edirlər? Yalan söyləyirlər. Demək, indiki gələcək zaman feilidir, üçüncü şəxsdədir, cəmdədir, kişi cinsindədir və salim feillər qrupuna aiddir. Yəni, kəzibədəndir, kəzbə feilindəndir. Keçək 11-ci ayə. وَإِذَا قِيلَ لَهُمْ لَا تُفْسِدُوا فِي الْأَرْضِ Demək, onlara yer üzərində fəsad törətməyin
deyildiyi zaman, indi baxaq, bunları təhlil eləyək, sonra keçərik növbəti cümləyə. Burada vav hərfi bağlayıcıdır. İzlə, dıqda, dikdə, dükdə deməkdir Azərbaycan dilində. Buna şərt və zaman zərfi deyirlər. Başqa cürdə Azərbaycan qrammatikasında bağlayıcı da deyirlər. Şərt bucaq cümləli, tabeli, mürəkkəb cümlədə izədən geniş istifadə olunur. Qilə, qalə feilinin məhsul növündədir. Qilə, deyildi. Ləhum, onlara, li ön qoşması car və məcrurdan ibarətdir. Yəni, li ön qoşması əslində ləhum li idi, lihum idi. Amma ərəb dil qrammatikasına uyğun olaraq deyilişi asanlaşdırmaq üçün ləhum oldu. Demək, hum isə burada nədir? Bitişən, əvəzlikdir. Amma burada hum isə, bax, demək, nədir? Hal əlaməti götürməz. Ona görə də burada nə oldu? Ləhum oldu. Lə tufsidu, fəsad törətməyin, fəsad pozğunçuluq çıxarmayın mənasındadır. Qilənin naibi failidir. Bax, buradakı qilə feili vardır. Məhsul növdə onun naibi failidir. Yəni, onun sözdə vəkil deyirlər. Bax, o mənada işlənir. Demək, lə, İnkar adatı, tufsidu isə nədir? Feilin təkidi əmr formasıdır. Demək, ikisi bir yerdə, demək, feilin təkidi əmr formasının demək, quruluşudur. Bunun da, demək, feil əfsədə yufsidudur. Yəni, feilin 4-cü babındadır. Əf'alə yuf'ilu babındadır. Yəni, əfsədə yufsidu. Fil ard, yer üzündə, fi dadə, əl-ərz isə isimdir, yəlik halındadır. Qalu, innəmə nəhnu muslihun. Onlar dedilər, innəmə, ancaq, biz ancaq salih işlər görənlərik. Demək, innəmə, ancaq, həsr ədatı deyirlər buna, ancaq həsr ədatı adlanır, təxsis də deyirlər. Nəhnu, biz deməkdir, şəxs əvəzliyidir, kişi cinsindədir, birinci şəxsin cəmindədir və həm də kişi cinsinə olmaqla bərabər, həm də qadın cinsindədir. Mübtədadır. Kim, biz, nə edirik, neynirik, islah edirik. Bax, bu mənada gedir. Ona görə bu mübtəda muslihunə isə xəbərdir. Bunun nitq hissəsi kimi bu nədir? Demək, feilin 4-cü babının ismi failidir. Əsləhə, yuslihu, muslihun. Keçək indi növbəti ayəyə, 12-ci ayəyə. Ələ innəhum humul mufsidunə və ləkin lə yəşxurun. Burada deyir, diqqət edin, ayıq olun. Bir mənası da, demək, onlar fəsad edənlərdir. Lakin və ləkinlə yəşxurun, bunu dərk etməzlər. Ələ, diqqət edin, innəhum, həqiqətən onlar, innə modal sözdür, hum isə onun ismidir və nədir? Bitişən əvəzlikdir. Humul mufsiduna, burada hum, kişi demək ki, kişi cinsindədir. Demək, şəxs əvəzliyidir və burada bu dırdır əvəzliyir burada. Dırdır şəkil, xəbər şəkilçisini əvəzliyir. Əl-mufsidunə, demək, fəsad törədənlər, onlar fəsad törədənlərdir. Əfsədə, yufsidu, mufsidunədir. Yenə də feilin 4-cü babının ismi failidir, cəmdədir. Və isimlərin düzgün cəmi ilə cəmlənib, yəni unə ilə və innənin də xəbəri sayılır. Bax, burada bu innəhumun, innənin xəbəri sayılır bu. Və ləkin lə yəşxurun və bağlayıcıdır. Ləkin, bu fəqət deməkdir. Buna istidrak hərfi deyirlər ərəb dilində. Bu bağlayıcı rolundadır. Azərbaycanda buna bağlayıcı deyirlər. Lə yəşxurunə fərqində deyirlər və yaxud düşünmürlər, dərk etmirlər mənasındadır.
Lə inkar ədatı, yəşğurunə feilin indiki gələcək zamanındadır. Şəara feilindəndir. Cəmdədir, üçüncü şəxsdədir və kişi cinsindədir. Sonra keçirik növbəti ayəyə. Və izə qilə ləhum əminu kəmə əmənən nəsu. Bura qədər tərcümə edək. Onlara demək ki, iman gətirin deyildikdə, insanların iman gətirdiyi kimi iman gətirin deyildikdə, bura qədər, indi bura qədər təhlil eləyək və bağlayıcı izə zaman, şərt və zaman zərfidir. Demək, şərt budaq cümləli tabeli mürəkkəb cümlədə iştirak edir. Qilə deyildi, fiil şərtdir. Yəni, şərt feilinin mənasında işlədilib. Çünki izə ilə bir yerdə işlənib. Ona görə ləhum onlara dediyimiz kimi car və məcrur, yəni li ünquşması və hum bitişən əvəzindən ibarətdir. Əminu iman gətirin. Demək, təkidi əmr formasıdır. Demək, əmənə feilin dördüncü babının demək feilidir, dördüncü babdadır. Kəmə əmənən nəsu, insanların iman gətirdiyi kimi, car məcrur məstər hərfi, yəni burada kə bağlayıcıdır, mə məstər hərfi deyirlər buna, buna başqa cürdə nisbə vəzifə deyirlər. Əmənə, demək feilin dördüncü babındadır, keçmiş zamandadır. Demək, kök hərfləri əminədir. Ən-nəsu, insanların, bu faildir. Qalu, deyərlər. Ənu'minu, kəmə əmənəs-sufəhəu. Demək, deyir, onlar deyəcəklərmi ki, səfihlərin iman gətirdiyi kimimi iman gətirək? Demək, qalu dedilər, keçmiş zaman feilidir. Şərt, cavabı şərt deyirlər. Şərtin cavabıdır. Ənu'minu, burada mı şəkilçisidir. Nu'minu, indiki gələcək zaman feilidir. Birinci şəxsdədir. Həm kişi və həm qadın cinsindədir. Və feilin dördüncü babındadır. Əmənə feilindən əmələ gəlmişdir. Kəmə əmənə sufəhəu, kəmə, kimi mənasında gedir. Kə, demək, önqoşma, mə isə nədir? Məstər hərfidir. Və burada mə baxmayaraq ki, hallanmır, amma yerincəcə yəli halını qəbul edib. Çünki unutmadan sonra gəlib kədən. Əmənə sufəhəu, mazi feil, yəni keçmiş zaman feilidir. Feilin dördüncü babındadır. Əs-sufəhəu, səfihlər, faildir burada. Ələ innəhum humus-sufəhəu, deyir, iyi bilin ki, yaxşı bilin ki, diqqətli olun ki, tənbih ədatı deyirlər buna. Tənbih ədatı. İnnəhum, onlar, innə modal söz, hum isə bitişən əvəzlikdir. Həqiqətən onlar, demək, hum isə nədir? İnnənin ismidir. Humus-sufəhəu, burada da hum, demək, şəxs əvəzlikdir. Məntiqi vurğu bildirmək üçün işlədilib, dırdırı əvəz edir, xəbər şəkilçisini əvəz edir. Əs-sufəhəu, demək, səfihlərdir, beyinsizlərdir, demək, səfihlərdir. İnnənin xəbəridir, bu innənin xəbəridir, əs-sufəhəu. Vələkin lə yəqləmun, lakin fəqət, buna deyilər istidrak hərfi və yaxud bağlayıcı, lə yəqləmunə, lakin bilməzlər. Lə, inkar ədatı, yəqləmunə, feilin indiki gələcək zamandadır. Yəni, bilirlər deməkdir. Lə yəqləmun isə bilmirlər. Alimə feilindəndir. Üçüncü şəxsdədir, kişi cinsindədir və cəmdədir. Keçirik növbəti ayə. Və izə ləqulləzinə əmənu. Demək, bunun tərcüməsi belə olar. Möminlərlə qarşılaşdıqları zaman, hərfi tərcümə belə olar. O kəslər ki, iman gətirdilər, qarşılaşdıqları zaman və bağlayıcı izə, demək, zaman, bunun barəsində dedik, dıqdə, dikdə, duqdə, dükdə, ləqu, bu liqa feilindəndir, üçüncü şəxsdədir, cəmdədir və naqis feillər qrupuna aiddir və feilin şərt formasında
şərt mənasında çıxış edir. Çünki izə var burada. İzə ilə işlədiyinə görə. Əlləzinə, ləqulləzinə demək kimsələrlə məf'uldur. Yəni bu vasitəsiz tamamlıqdır. Çünki ləqu feili, bax bu qarşılaşmaq feili bunu, yəni əlləzinəni yerincəcə təsirli halına saldı. Əlləzin özü hallanmaz. Nisbi əvəzlik hallanmaz. Yalnız və yalnız nisbi əvəzliklərin demək təsniyələri hallanar. Demək bu oldu bizdə nə vasitəsiz tamamlıq. Məf'ul yazılıb. Məf'ul tamamlıq deməkdir. Amma bu vasitəsiz tamamlıqdır. Çünki ləqu feili təsirli feildir. Əmənu, iman edənlər feilin 4-cü babındadır. Demək, əminə, kökü əminədir. Qalu, deyərlər və yaxud dedilər. Cavabı şərt, şərtin cavabıdır. Əmənnə, biz inandıq. Demək, əmənnə, demək, feilin keçmiş zamanındadır və 4-cü bab feilidir. Əmənnə, biz inandıq. Birinci şəxsdədir, kişi və qadın cinsindədir və cəmdədir. Və izə xaləo və baş-başa qaldıqları zaman, yəni xəlvətdə qaldıqları zaman, izə, dıqtə, düktə, şərt və zaman zərfidir. Şərt budaq cümləli, tabeli mürəkkəb cümlədə iştirak edir. Xaləo feildir. Xalə feilindəndir. Naqis feillər qrupuna aiddir. Xaləo 3-cü şəxsin cəmindədir. Kişi və kişi cinsindədir. İlə şəyatinihim. İlə A-ə-ya-yə, ön qoşma, şəyatinihim, şəyati burada isimdir və him isə burada nədir? Bitişən əvəzlikdir. Burada şəyatinihim belə götürdükdə izafət birləşməsidir. Şəyatini izafətin birinci tərəfi, him isə ikinci tərəfidir. Şəyatini təyinlənən, him isə təyindir. Qalu dedilər, İnnə məğakum, biz, həqiqətən biz sizinləyik, sizinlə bərabəriz, yəni sizinlə bir yerdəyik. Demək, burada innə, əslində innə nə idi? Bunun qısaldılmış forması innə oldu. Tərkibi nədən ibarətdir? Demək, təkid və nəsb hərfi ədatı, yəni innə modal sözü və nə innənin ismidir. İnnənin ismidir və müttəsil zəmir deyirlər buna. Azərbaycanda, ərəb dilində müttəsil zəmir, Azərbaycanda deyirlər bitişən əvəzlikdir. Məğakum, sizinlə bir yerdəyik və ya sizinləyik. Məğa ön qoşmasından və kum bitişən əvəzliyindən ibarətdir və innənin xəbəri gedəcək. Bax, bu innəni burada var. İnnə burada gizlənib, bax, bunun xəbəri sayılacaqdır. İnnəmə nəhnu müstəhziun. Deyir, biz sadəcə olaraq istehza edirik, yəni lağ edirik. İnnəmə sadəcə həsr ədatı deyirlər buna. Nəhnu şəxs əvəzliyidir, birinci şəxsdədir, həm kişi və həm kişi cinsindədir və həm də qadın cinsindədir. Bəli, çünki birinci şəxsdədir, müftədadır. Kim? Biz. Nə edirik? İstehza edirik. Bu demək, istəhzəə, yəni istəf'alə, yəstəf'ilu, mustəf'ilun modelindədir. Yəni mustəhziun. Bu istəf'alə feilinin demək, ismi nədir? Failidir. Və həm də xəbərdir. Baxırıq növbəti ayəyə. Allahu yəstəhzi'u bihim. Demək, Allah onlara istehza edər. Baxaq, Allahu mübtədadır. Yəstəhzi'u xəbərdir. İstehza edər. Nə edər? Allah. Kim? Allah. Nə edər? Demək, istehza edər. Kimə? Kimə edər? Onlara. Demək, burada yəstəhzi'u feili bir ön qoşması ilə bir yerdə işlənib. Ona görə də bihim burada olacaq vasitəli tamamlıq. Biz bilirik ki, ərəb dilində tamamlıqlar iki cür olur. Vasitəli və vasitəsiz tamamlıqlar.
demək, o feillərdən çox şey asılıdır. Yəstəhzi'u feili təsirsiz feildir. Çünki bu həm də bir ön qoşması ilə işlənib və təsirsiz feildir. Amma elə feillər var ki, bir ön qoşma ilə işləyir və təsirli olur. Buna misal olaraq zəhəbə feilini də göstərə bilərik. Beləliklə, Allah mübtəda, yəstəhzi'u, demək, istehza edir, xəbər, bihim, vasitəli tamamlıqdır və yəmudduhum fi tuğyanihim yəğməhun. Demək, onları hərfi tərcüməsi buraxar, fi tuğyanihim, öz zəlalətlərinin içində, yəğməhun isə şaşqın bir vəziyyətdə. Yəmudduhum, yəmudduhum, yəmuddu bir mənası da çəkmək deməkdir, çəkir, onları və yaxud buraxır mənası da var. Yəmudduhum, yəmuddu feil, hum isə onun nəyidir? Vasitəsiz tamamlığıdır. Yəmuddu feili isə məddə feilindən əmələ gəlir. Fi tuğyanihim yəğməhun, yəni fi ön qoşmadır. Tuğyanihim izafət birləşməsidir. Çünki izafətin birinci tərəfi tuğyanidir, ikinci tərəfi himdir. Tuğyani izafətin təyinlənən tərəfi, him isə burada nədir? Təyindir. Burada göstərib hərfi cer, yəni ön qoşma, məcrur isim, yəni yəli halında olan isim tuğyani, yəli halında, him isə nədir? Muzafun ileyhdir, yəni izafətin təyinidir. Tuğyan isə nədir? Təyinlənəndir, him isə təyindir dedik. Yəğməhunə, şaşqın bir vəziyyət alırlar. Bu mənadadır. Bu da indiki gələcək zaman feilidir. Gamihə feilindəndir və hal vəziyyətinə ərəb dilində işarə edir. Baxaq növbəti ayəyə. Ulaikəl-ləzinə iştəravud-dalalətə bil-huda. Demək, onlar demək, zəlaləti alıblar, demək, haqq yolunun qarşılığında. Demək, məna belə olar. Onlar zəlaləti haqq yolunun qarşılığında alıblar. Yəni, zəlalətə düşüblər, haqdan uzaqlaşıblar. Bu mənada nədir? Gedir. Ulaika, onlar müftədadır. Demək, uzaqda olan bir varlığa işarə edir, canlıya işarə edir və həm kişi və həm qadın cinsinə aiddir. Cümlənin müftədasıdır. Onlar, kim? Onlar. Əlləzinə, kimsələrdir. Fikir verirsiniz, burada dırdır əvəz edir, xəbərdir. Çünki dırdır şəkilçisi xəbəri ifadə edir. Əlləzinə xəbərdir. İştəravu, satın alan, əslində məna satın aldılar deməkdir. Amma əlləzinəyə görə satın alan oldu. İştəravu, iftəələ babının feilidir. Kökü şəradır. Şəra, ona görə iştəravu özə kişi cinsindədir və cəmdədir. Əd-dalalətə, özə iştəravu təsirli feildir. Əd-dalalətə, demək, zəlaləti təsirli halındadır. Burada təsirli halındadır. Niyə görə təsirli halındadır? Çünki iştəra feili təsir elədi. İsmə saldı təsirli halına. Bu da bizə vasitəsiz tamamlıq rolunda çıxış edir. Bilhuda, hidayət qarşılığında. Burada binin mənası çox mənalı ön qoşmalardandır. Qarşılığında deməkdir. Hidayətin qarşılığında. Tərkibi nədir? Car, yəni bir ön qoşma və məcrur. Əl-hudə. Baxmayaraq ki, bu əl-hudə hallanmır, amma yerindəcə yəli halını qəbul edib. Niyə görə? Bir ön qoşmasına görə. Fəmə rabihət. Bu üzdən mənası beləliklə də demək olar. Bu üzdən beləliklə. Fə burada bağlayıcı ətif hərfi. Bax, gördüyünüz kimi yazılıb. Nəfiyə hal, mə. Nəfiyə hal inkar ədatıdır. Mə də inkar ədatıdır, lə də inkar ədatıdır. Lə ilə mənin fərqi ondan ibarətdir ki, mə indiki hal-hazıra işarə edir. Lə isə ondan biraz öncəki vaxta işarə edir. Lakin burada hal-hazırki vaxta işarət edir. Rabihət, yemək kar etməmiş, yəni fayda verməmiş deməkdir.
Feil rabihədir, rabihət qadın cinsindədir və üçüncü şəxsdədir. Keçək növbəti demək sətrə. Ticarətuhum, onların nəyi? Ticarətləri, onların alveri. Ticarətuhumda bu demək faildir. Gördüyünüz kimi burada yazır fail. Muzaf üstəgəlhum muzafun ileyh. Nə deməkdir? Ticarətu izafətin birinci tərəfidir. Demək ki, təyinlənən tərəfdir. Hum isə nədir? Bitişən əvəzlikdir, təyindir. Və bağlayıcıdır. Mə kənu muhtədinə. Mə kənu tapmadılar deməkdir. Demək, mə nəf hərfidir, yəni inkar ədatıdır. Bundan qabaq dediyi nəfi haldır. Kənu isə köməkçi feildir. Kənə feilindən əmələ gəlib. Kənu isə üçüncü şəxsdədir, cəmdədir və kişi cinsindədir. Belə. Mə kənu muhtədin. Muhtədin isə nədir? Hidayət edənlər deməkdir. Demək, kənənin xəbəridir. Bu kənənin xəbəridir muhtədin və cəmi müzəkkər salim. Yəni, isimlərin düzgün cəminin yəli və təsirli halını qəbul edib. İhtədə muhtədun. Yəni, iftəələ yəftəilu nədir? Modelində olan feil, bab feilidir. İndi isə Bəqərə surəsi 6, 7, 8-ci və 9-cu ayələrin demək, lüğət tərkibinə baxaq və ondan sonra növbəti gələcəkdə sabah inşallah verilişimizi davam etdirəcəyik. Yəni, Quran ayələrinin demək, sintaktik və morfoloji təhlilini davam etdirəcəyik. 6, 7, 8, 9. İnnə muhakkak şübhəsiz gerçəkdən, yəni həqiqətən deməkdir bu, modal sözdür. Kəfərə yakfuru kufran, kufuran kufran. Yəni, mənası örtmək deməkdir, nankorluq etməkdir. Demək, küfr etmək mənası da var. Ləm üstəgəl əm, üstəgəl ə, ləm bir yerdə işlənəndə olur. Sədə, sada, masada. Demək, gəlməsə də tutalım, görməsə də, məsə də mənalarındadır. Demək, xatəmə, yaxtimu, xatmən. Demək, neynə? Möhür vurmaq deməkdir, möhürləməkdir mənası. Sonra, əl-qalbu qulubun. Qəlb, cəmi isə qəlblər deməkdir. Qişavətun, pərdə. Əlbəsaru, göz, əbsarun, gözlər. Sonra, səmiə, yəsmə'u səm'an, eşitmək, yəsmə'u eşidir, səm'an eşitmə deməkdir. Burada bir feil yadımızdan çıxdı. Ənzərə yunziru, if'al babıdır. Yəni, feilin 4-cü babıdır. Əf'alə yuf'ilu babındandır. Demək, qorxutmaq deməkdir. Uyarmaq, qorxutmaq mənalarındadır. Növbəti sözə baxaq. Qazzəbə yuqazzibu, təf'il babının feilidir. Yəni, feilin 2-ci babıdır. Fə'ələ yuf'ilu təf'ilun babındandır. Əzab, işgəncə vermə, etmək deməkdir. Sonra qəzəbun, əzab, işgəncə, azimun, mübaliğəli ismi fail deyirlər buna. Böyük, uca, həm də bu sifət rolunda da gedir, sifətdir. Sonra ən-nəsu, insanlar. Sonra gəlir qalə yəqulu qavlən li. Yəni, demək, deyir, demə. Qalə feili adətən li ön qoşması ilə işlənir. Li ön qoşmasız işlənməz. Demək, li ön qoşması tamamlığın önünə keçir. Əcvab feil görürsünüz, qeyd olunub burada. Demək, yəni, ikinci kök samiti vav və ya ilə olan feillərə əcvab feillər deyilir. Yəni, boş feillər deyilir. Burada da qalə feili qavalə idi əslində. O da çevrildi oldu, nə? Qalə. Sonra, əmənə yu'minu imənən bi. Feilin 4-cü babındadır. Məhmuz if'al babı, yəni bunun kökündə həmzəli feil var və bi ön qoşması ilə işlənir. Feilin 4-cü babındadır. İnanmaqdır, iman etmək mənalarında işlənir. Əl-yavmu əyyamun, gün. Sonra gəlir mu'minun,
Demək, bu ismi faildir. Feilin 4-cü babının ismi failidir. Əmənə yu'minu bi. Demək, əmənə feili dediyimiz kimi bi ön qoşması ilə işlənir. İsmi fail iman edən deməkdir. İman edən. Xadəğa yuxadiğu muxadəğətən. Bu failə babındandır. Fəalə yufailu müfəalətun babındandır. Bu müfailə babı aldatmaq, tuzaq qurdu, yəni fırıldaq gəlmək mənasındadır. İllə, ancaq, dan başqasını mənasında verir. Sonra ən nəfsu, ənfusun mənası nəfsan deməkdir. Sonra xadağa, yaxdəğu, xadğan, aldatmaq, tuzaq qurmaq. Sonra şə'ərə yaşxuru, hiss etmək, fərqinə varmaq deməkdir. Bəqərə surəsi 10, 11, 12 və 13. Qalbun, qəlb, qulubun, qəlblər. Zədə, yəzidu, ziyadətən. Mənası artırma deməkdir, artırmaq. Sonra mərida, yəmradu, məradun. Mərida, xəstələnmək. Yəmradu, xəstələnir. Məradun, xəstələnmə. Bu, demək bu bizdə nədir? Məstərdir. Sonra məradun, xəstəlik. Kəzəbə, yəkzibu, kəzibən, yalan söyləmək. Qilə, deyildi, qalənin məhsul feilidir. Əfsədə, yufsidu, ifsadən, ifal babıdır. Yəni, əfələ, yuf'ilu, ifal babındadır. Demək, fəsad etmək mənasındadır. Sonra, əsləhə, yuslihu, isləhən, İfal babıdır. Yəni feilin 4-cü babındadır. İslah etmək mənasındadır. Düzəltmək mənasında verir. Sonra innəmə, ancaq, muslihun ismi faildir. Əsləhə feilin 4-cü babı, muslihun ismi fail düzəldən deməkdir mənası. İslah edən mənalarındadır. Sonra ələ diqqət edin, iyi bilin, yəni yaxşı bilin, buna tənbih ədatı deyirlər. Sonra alimə, ya'lamu ilmən mənası bilmək, bilməkdir. Sonra mufsidu ismi faildir. Bunun barəsində məlumat verdik. Bundan qabaq lakin istidrak hərfidir, fəqət deməkdir. Şa'ərə, yəşğuru, şuurən anlamaq, dərk etmək deməkdir. Sonra izə dıqtə, diktə, duqtə, düqtə deməkdir. Zaman, kəmə kimidir, kimi mənasındadır, bağlayıcıdır. Səfihu, sufəhəu, beyinsiz, səfih deməkdir mənası. Sonra ləqiyə, yəqa, liqaən, naqis feillər qrupuna aiddir. Yəni qarşılaşmaq, görüşmək mənasındadır. Əş-şeytanu, şeyatinu, şeytan. Sonra xalə, yəxlu ilə, yəni xalə nədir? Baş-başa qalmaq, xəlvətdə olmaq. Bu ilə ön qoşması ilə işlənir, bax bu feil. Sonra innəmə, ancaq. Sonra müstəhziun, yəni istəfələ babındandır. İstəhzəə, yəstəhziu. Kökü, feilin kökü həzəədir. Həmzəli feillər qrupuna aiddir. Sonra tağa, yətğa, tuğyanən. Naqis feillər qrupuna aiddir. Həddə aşmaq deməkdir. Niyə görə naqis feildir? Çünki feilin sonunda yə var. Ona görə naqis feildir. Qamihə, yəğməhu, qaməhən. Yəni bu bocaladı. Yəni burada bunun mənası şaşqın vəziyyətdə olmaq deməkdir. Qamihə, şaşqın vəziyyətdə olmaq. Yəğməhu, şaşqın vəziyyətdə olur. Qaməhən, şaşqın vəziyyətdə olma deməkdir. Demək, iştəra, yəştəri, iştəra, iştiraun, iftəalə babının feilidir, naqis feilidir, satın almaqdır. Rabihə, yərbəhu, qazanmaq, qazanmaq mənasındadır. Sonra dallə, yadillu, dalalətən, muzaf feildir, yəni burada qoşalaşan samit var. Demək, dallə, yadillu, dalalətən, sapmaq. Yəni yolunu azmaq mənasındadır. Ticarətun, ticarət, qazanc. Kənə, yakunu, kəunən. Əcvab feildir, köməkçi feildir. Kənə olmaq, yakunu olur, kəunən olma
mənasındadır. Demək, ihtədə, yəhtədi, ihtidəən. Demək, iftəalə modelindədir, iftəalə babındandır. Demək, kökü nədir? Hədədir, hədə. Əl-muhtədi isə iftəalə babının ihtədənin nədir? İsmi, failidir. Naqis feillər qrupuna aiddir və hidayət edən deməkdir. Kənə yakunu kavnən, bunu dedik, oldu və idi mənalarındadır. Sonra əl-muhtədi, ihtədə, yəhtədi, ihtidəən, bunu da dedik. Bugünkü dərsimiz bu qədər. Assalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Salam. Haradasan? Telefon gəlmişəm.